Pakistandan gələn müştərimiz Kumayl Cəfərin telefonu bu günə düşüb. Qardaşı dayanmadan zəng edirdi. Hadisə Pakistanda olub. Telefona nə olduğunu dedilər, amma anlamadıq. Nəticə etibarilə batareya 83%-ə düşüb. Arxa şüşə də parçalanıb. Müştərimiz ilə bir təhər anlaşıb telefonu qəbul etdik. İndi isə təmir edib geri verəcəyik. Arxa şüşə və batareya dəyişimi olunacaq. Arxa şüşə birinci dəfə dəyişilir deyənə içi sökülür ki, dəyişildikdən sonra təmizlənə bilsin.